Salam, hər vaxtınız xeyir olsun. Artıq sistemdə olan problemin həllini etdik. Kombimizi də artıq işə saldıq. Gördüyünüz kimi kombi artıq 55 dərəcəni yığıbdı. Maşallah olsun, hər şey yüksək səviyyədə. Burada sizlərə açıqlama verim. İndi bilənlər bilir, mən bilməyənlər üçün deyirəm bunu. İndi gənc ustalarımız var ki, yəni o qədər də bilməyən ustalarımız var, onlar üçün izahat verim. Bizim əvvəlcə kombimiz sistemi devr edirdi və bu da bir çox radiatorların axırıncılarına istilik çatmırdı. İndi isə kombi ancaq gördüyünüz kimi ötürür dəngə qabına və dəngə qabından isə kombiyə dönüş xətti qoşulubdur. Və dəngə qabından sonra qurulan devriyyə nasosu sistem boyu dəngə qabından götürür, sistemi devr edir və dəngə qabına qayıdır. Və beləliklə bizim sistem tam komfortlu, axırıncı toçkasıya qədər hər biri isti olur. Burada problem tam kökündən həll oldu. Bütün radiatorlara bol su çatır, çünki dəngə qabı 3 yollu rol oynayır. Kombi ötürdüyü suyu götürür, devriyyə nasosu görürsünüz, suyuncul olduğu üçün dəngə qabına daxil olduqda yuxarı qalxır, sıraz devriyyə nasosu götürür və artıq suyu isə nə qədər su çatmırsa dəngə qabının özündən götürür, bol su verir. Dəngə qabı belə desək su çəninin, yəni bakın su çəninin kiçilmiş formasıdır. İçi dolu su olur. Devriyyə nasosu istədiyi qədər bol su götürür, bütün radiatorlara bölür. Beləliklə sistem tam komfortlu, bütün radiatorların hər birinə istilik çatır. Kombimizdə çox rahat işləyir. Bayaq sistemi devr edirdi, kombinin devriyyə nasosu indi ancaq dəngə qabını ötürür və dəngə qabından isə özünə qayıdır. Dəngə qabından sonra qurulan devriyyə nasosu, bir daha vurğulayıram, bütün sistemi devr edir. Və kombi fasilə verdikdən sonra bizim sistemdə devriyyə dayanmır. Bu qədər. Allah amanda qalın. Allah ev sahibinə xeyir versin.